Salam, axşamınız xeyir olsun, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Deməli, Saray qəsəbəsində fərdi yaşayış, yəni bu evi alıb, kupça alıb qeydiyyata düşəcəyiz. Gözəl bir ev satışa çıxdı. Bağlı bağatlı evdir. Bax, indi hal-hazırda biz çəkilişə gəlmişik. Ev sahibi burada qəşəng samavar qaynadıb, samavar çay içirlər. Çox da qəşəng, gözəl havası var. Sarayın ən münbit yeri, ən səliqə sahmanlı yeridir. Gəlib indi özünüz görəcəksiniz də. Yəni mən elə deyirəm ki, yəni mütləq özünüz də canlı bu şəraiti görəsiniz. Bağlı bağatlıdır, həyətində də meyvə ağacları olan bir ev çıxdı satışa Saray qəsəbəsində. Ev sahibi qardaş da yanımdadır. Qardaş neçə paylaşacağıq? 77 minə. 77 minə paylaşırıq buranı, amma qiymətində endirim olunacaq. Əşyalarından da indi içəridə izah edəcəm. Bir neçə əşya qalır. Kondisionerdir, xaladenlikdir. Hamısı içəridə qalacaq. İndi qoy hələ çöllə sizi tanış edeyim, bayırda görün nələr var, nələr yoxdur. Bax, bunu dedim sizə, bunu zəhmətimizə göstərin. Çıxarış texpasportdur. Yəni, alqı-satqı olun, keçici yardımcı evə kupça ala biləcək. Çünki fərdi yaşayışdır. Bunu gələndə canlı hissə göstərəcəm. Sonra, bağı göstərin. Bir də, nə demək istəyirsiniz? Meyvə ağaclarını dedim. Meyvə ağacları demək olar ki, əncir ağacıdır, gilasdır. Sonra nə var? Çiyələkdir, çox meyvə ağacı var. İndi həyətə uyğundur, əraziyə uyğun yetişdirilib. Onlara gəlib yaxından baxarsınız. Deməli, ərazi olaraq haradır bura? Ərazi olaraq Bakubusun təzə 508 nömrəli marşrut keçidə yaxındır burada. Həmən marşrut xəttinə də yaxındır. Kameraya əlin düşür. 508 nömrəli marşruta da yaxındır. Yəni ki, əlverişli yerdədir. O əraziyə gəlib həm Sumqayıda, həm Bakıya yaxın ərazidə yerləşir. Gəlib mütləq bu evə baxın. 3 otaqlı evdir. Ev neçədir bilmirsiniz? 11.40-ın 8.60-dadır. Evin üstü də çerepitsadır. İndi işıq imkan vermirəm. Bax, görə biləcəksiniz. Görə bilirsiniz, yox, bilmirəm. Üstü də çerepitsadır. Üstündə izolyasiya ediblər. Özləri üçün şəxsi tikilmiş evdir. Şəxsi özlərinə tikilmiş evdir. Davam eləyək. Evimizin sağ tərəfindən də, sol tərəfindən də ara məsafələri var. Arxada da var ara məsafəsi. Demək, sağda da var, solda da var, arxada da ara məsafəsi var. Bu da bunun padvalıdır. Ərazi qupquru ərazidir. Padval bax, belə əşyalar yığmaq üçündür. Yəni, ayaq üstə durulası padval deyil. Sadəcə əşyaları yığmaq üçündür. Dəmir raşotkalarına qədər qoyulub. Kondisioneri, xaladenika, paltar. 5 daş kürsülü. Bəli, 5 daş kürsülüdür. Yəni, ayaq üstə durmaq olur, onu demək istəyirdim. Nəysə, qalxaq buradan evimizin içərisinə. Bir dənə evin içərisini sizə göstərim. 70, neçə dedik? 77 min manata deyilir, amma qiymətində endirim eləyəcəksiniz də. Mütləq endirim olmadı. Bir dənə koridorun zəhmət işığını yandırın. Bax, girdi evin koridoruna, görürsünüz. Bu evimizin belə böyük bir səliqəli koridordur. Geniş koridordur. Oradan elə birinci qonaq otağına zəhmət. Ya da sizi qoy buradan göstərin. Bax, burada bütün otaqların çatırları var. Kondisioneri bir dənə zəhmətimizə göstərir. Bax, bu kondisioner evin içərisində qalacaq. Sonra, indi bir dənə ev sahibinə deyirəm, zəhmətimizə siz də gəlin, nə qalacaq onları deyək. Bura mətbəxdir, evin mətbəxidir. Mətbəx mebeli qalacaq, aspirator, qaz peçi qalacaq, paltaryan qalacaq. Paltaryanı götürəcəklər, bax, bu xaladenlik evin içərisində qalacaq. Paltaryanı götürəcəklər. Mətbəx mebeli də heç aydın məsələdə qalacaq. Gəldi indi qonaq otağına. Qonaq otağında, bax, böyük bir zaldır. Zəhmət olmasa gəlin deyim, burada nə qalacaq, nəyə götürəcəksiniz? Hamısı qalacaq. Hamısı götürəcəksiniz. Lüstrlərdə? Lüstrlər qoy qalsın, lüstrlər evdən açmazlar. Lüstrlər qalacaq, qalan əşyaların buradan götürəcəklər. Bura neçə idi? Deməli, 6-nın 380. 6 metrin 380-ə qonaq otağıdır, yəni zalı. Bilirsiniz də, bu evi mən dedim demədim, bu Qurqavoy qoşadaşla tikilib, fundamenti kəmərli evdir. Yəni, hər şey qaydasında, qoşadaş kubiklə tikilib də. Yəni, müştərilər gəlib baxanda bunları biz elə deyək ki, sonra sözümüz yalan olmasın. Bu yataq otağıdır. Bax, bu yataq, bu neçədir? 4-ün üç olmaz, böyük olur. Bu böyüdür. Nəysə, bu yataq otağıdır. Buradan pəncərədən göstərirəm. Bax, bir dənə zəhmət olsa gəlin bura. Bax. Raşotkanın, bax, yenə ara məsafəsi. Bayaq deyildim, keçib göstərmədim. Bax, yenə orada ara məsafəsi var. Yəni, 4-ün 4-də bu yataq otağı. Burada nə qalacaq, nə götürüləcək? Hər şey götürəcəksiniz. Bir dənə bu götürüləcək. Bir dənə bu taxt götürüləcək. Qalan hər şey qalacaq bu evin içərisində.
Sonra keçək növbəti yataq otağına. Bu da növbəti yataq otağı. Görürsünüz, hamısı kvadratlı böyük yataq otaqlarıdır. Balaca yataq otağı yoxdur. Adətən belə evlərdə otağın biri 3-ün 4-ü olur axı balaca. Burada hamısı iri böyük yataq otaqlarıdır. Burada da bir dənə bu şifaner qalacaq. Bax bu paltar dolabında bu şkaf qalacaq evin içərisində, şifaner qalacaq evin içərisində, qalan əşyalarını götürəcəklər. Ona görə deyirəm ki, bir-bir soruşum. Sanitar qovşağını da göstərək. Bu da sanitar qovşağıdır, bax belə. Bu da sanitar qovşağı. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində neçə sotda idi? 2 sot yarımda. 2 sot yarımın içərisində fərdi yaşayış. Yəni ki, bu evi alandan sonra kupça alıb qeydiyyata düşə biləcəyiniz bir evdir. 77.000 manata satışa çıxarıldı. Amma ev sahibi deyir ki, gələcəklər, baxacaqlar müştərilər, mütləq söz verib ki, yaxşı endirim edəcək. Bağ evidir. Bağın da indi sezonundur, əsl başlanğıc vaxtıdır. Ya, bu ev qalmayacaq, 100% biz bilirik. Yəni, bu ev satılacaq. Bu ərazini gəlib görün, yamyaşıldır ərazi. Bütün ətraf hamısı ağacdır. Qaz, su, işıq daimidir. Sayğacları da var da. Hə, sayğacları da var. İnşallah gəlin bu evə baxın. Ümid edirəm ki, bu evə bəyənəcəksiniz. Həqiqətən bəyəniləsi evdir. Yəni, qiymətinə görə də mən başa düşürəm, indi o bəzi evlərlə deyirəm, müqayisə yox. Amma qiymətinə görə qəşəng evdir. Yəni, qiymətindən də endirim eləyəcəkdir ev sahibi özü. Söz verdi. Sağ olun.